Bismillah, elhamdülillah. Və salatu və salamu alə Rasulillah. Əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu əmmə bə'd. İlk öncə hər kəs salamlayıram. Selamun aleykum və rəhmətullah. Allah Subhanahu həmd sənalar olsun ki, bizi belə bir xeyirli məclisə müvəffəq edib. Və insana vacibdir ki, övladlarını tərbiyə verərək, onlara ədəb-ərkanı öyrədərək, onlara daima nəsihət və tövsiyə verərək qayğı göstərsin. Allah Subhanahu buyurur. Buyurur ki: "Vəllezînehum liəmanatihim və ahdihim raun." O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. Başqa ayədə Uca Allah buyurur ki: "İman gətirənlər Allaha və elçisinə xəyanətkarlıq göstərməyin. İman gətirənlər Allaha və elçisinə xəyanətkarlıq göstərməyin. Bilə-bilə aranızdakı əmanətlərə də qəsd etməyin." Uca Allah bu əmanəti valideynlərə imtahan olaraq bəxş etmişdir. Əgər valideynlər onların haqlarını Allahın buyurduğu kimi ödəsələr, Allah Azza və Cəllənin dərgahında əzəmətli savaba nail olurlar. Yəni Allah Subhanahu dərgahında əzəmətli savaba nail olurlar. Allah Subhanahu buyurur: "Ya eyyuhellezîne âmenû qû anfusakum və əhlikum nâra." Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar onu oddan qoruyun. Bu ayə övladların tərbiyəsinə önəm verməyin, onlara qarşı son dərəcə diqqətli olmağın vacibliyinə işarə edən ən açıq ayələrdən biridir. Necə ki, Ali İbn Əbi Talib radiyallahu anhu bu ayə barəsində buyurur ki, yəni onları öyrədin və ədəbləndirin. Yəni, öyrədin, ədəbləndirin. Peyğəmbər sallallahu əleyhi və səlləm də necə ki, hədisdə buyurur, hər birimiz himayəçisiniz, öz əhlinizi, sorumlusunuz, belə deyək, məhsulsunuz hər biriniz. Və məhsul olmaq da qiyamət günü uca Allahın huzurunda bu əmanətlərə görə hesaba çəkilmək deməkdir. Hətta İbn Qeym Rahimullah buyurur, deyir ki, həqiqətən deyir, Allah Azza və Cəllə qiyamət günü övladı atası barəsində hesaba çəkməzdən əvvəl atanı övlad barəsində hesaba çəkəcəkdir. Yəni, atanın oğlunun üzərində haqqı olduğu kimi eləcə də oğlun da atası üzərində haqqı vardır. Və İbn Ömər radiyallahu anhu buyurur ki, oğlunu ədəbləndir, yəni tərbiyə et. Çünki sən onu necə tərbiyə etdiyin və ona öyrətdiyin barədə sorumlusan. Yəni ona görə sorulsan olunacaqsan. O isə sənə yaxşılıq etməsindən və sənə tabe olmasından sorumludur. Allah Azza və Cəllə buyurur ki: "Və vəssaynəl insan bi valideyhi husnə." Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Yəni uca Allah övladlara valideynlərə yaxşı davranmağı əmr etdiyi kimi, valideynlərə də övladları barəsində yaxşılıq etməyi buyurur, tövsiyə edir. Yəni, bu məsələ bu qədər önəm daşıdığı üçün bu haqda bir neçə amillər zikr edəcək Allahın izni ilə. Yəni, salih və ədəbli övladı necə edək ki, yetişsin. Yəni, bu mühüm məsələdir, qardaşlar. Hər birimiz bu məsələyə diqqət etməliyik övladlarımız salih olması üçün. Ən birinci salihə həyat yoldaşıdır. Yəni, bu insanın hələ övladı dünyaya gəlmədən öncə onun tərbiyəsi naminə son dərəcə diqqətlə yanaşması və zəruri olan amillərdən biridir. Həm qadın, həm də kişi özünə həyat yoldaşı seçərkən ilk öncə onun dininə və əxlaqına önəm verməlidir. Bu mühüm məsələdir. Yəni, Allah qorxusudur, ədəb əxlaqdır və s. məsələ. Çünki həyat yoldaşı gələcəkdə övladların tərbiyəsində ən çox rol oynayan və ən çox təsir göstərən birisidir. Hətta salih həyat yoldaşı gələcəkdə övlad tərbiyəsində sənə yardım etməsə belə, onların dininə və əxlaqına heç bir zərəri olmaz. Hətta bəzən əxlaqı və davranışları ilə övladlarına örnək olar. Və məhz buna görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Qadınla 4 şeyə görə evlənilir. Birinci nədir? Malına görə, yəni zəngin olmasına görə. İkinci nəsil nəcabətdir. Üçüncü nədir? Gözəllikdir. Dördüncü dininə görədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinin sonunda deyir ki, sən din sahibini seç ki, uğur qazanasan. Demək, birinci nə oldu? Yəni, salih həyat yoldaşı seçməkdir. İkinci məsələ dua etməkdir. Həqiqətən bu amillərin ən əhəmiyyətlərindən biridir. Ən mühümüdür. Dua etmək. İnsan öz övladları üçün dua etməsidir. Yəni, bu dua, yəni övlad dünyaya gəlməmişdən əvvəl də sonra da olur. Onlar dünyaya gəlməmişdən öncə valideynlər Allahdan salih zürriyyətlə ruzilənmələrini istəyirlər, düzdürmü? Və dünyaya gəldikdən sonra isə Allahdan onlar üçün hidayət, islah, doğru yola yönəlmələrini, din üzərində sabit qalmalarını istəməlidirlər. Necə ki, bunu Peyğəmbərlər etmişlər. İbrahim aleyhissalam nə deyir? Rabbi həbli minəs salihin. O dedi, ey Rəbbim,
mənə əməli salihlərdən olan övlad bəxş et. Başqa bir ayədə isə deyir ki, ey Rəbbim, məni də nəslimdə olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul eyle. Həmçinin Zəkəriyyə aleyhissalam. Allah Azze ve Celle nə deyir? Elə orada Zəkəriyyə Rəbbinə dua edir. Deyir ki, ey Rəbbim, öz tərəfindən mənə pak bir nəsil bəxş et. Şübhəsiz ki, sən duaları eşidənsən. Həmçinin Uca Allah Rahmanın qulları deyə tərif etdiyi qulların sifətlərindən biri bizi zikr etdikdə onların salih həyat yoldaşı və övladlar istəyən kəslər olaraq vəsf edir. Onlar deyərlər, Furqan surəsində gəlir, onlar deyərlər ki, ey Rəbbimiz bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et. Bununla bərabər qeyd etmək lazımdır ki, Uca Allahın nemətidir ki, valideyni övladı üçün etdiyi dua geri çevrilmir və qəbul olur. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib, 3 dua var ki, rədd olunmaz. Qəbul olunar. Heç bir şək yoxdur yəni onun qəbul olunmasında. Bunlardan birincisi nədir? Valideynin duası, müsafirin duası, üçüncü isə məzlumun duasıdır. Yəni, hansı ki, bu dualar həmən qəbul olunur. Bu məqamda toxunulması lazım olan mövzulardan da biri bəzi valideynlərin öz övladlarına bəddua etməsidir. Bu məsələ diqqət etmək lazımdır, qardaşlar. Olmaz bəddua etmək. Əsasən analar övladlarına bəddua edirlər. Bundan çəkinmək lazımdır. Valideyn qəzəbli anında övladına bəddua edər və duası qəbul ola bilər. O dua ilə də ömür və peşmançılıq çəkər. Ömrün sonuna da etdiyi o dua barədə peşmançılıq çəkər, qəlbi sıxılar, sinəsi daralar və s. Olmaz. Olmaz bəddua etmək. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, özünüzə bəddua etməyin, övladlarınıza bəddua etməyin, malınıza bəddua etməyin. Çünki elə bir saat vardır ki, o saatda Allahdan nə istəsən, yəni həmən qəbul olar. Yəni elə bir saatdır ki, istəyərsən, həmən nədir ona cavab verilir. Ona görə çəkinmək lazım bəddua etməklə. Yəni Allah Subhanahu nə deyir? İnsan özünə xeyir dilədiyi kimi şər də diləyir. Doğru insan nədir? Tələsəndir. Yəni Qatadə rahimehullah buyurur ki, bir kəs öz malına bəddua edir və öz malına və övladına lənət oxuyur. Əgər Allah onun bədduasını qəbul etsə, o mütləq nədir? Həlak olar. Və Şeyx Səd rahimehullah buyurur ki, bu insanın cahilliyindən və tələskinliyindəndir ki, qəzəb anında özünə, övladlarına, malına bəddua edir. Xeyir barəsində dua etməkdə tələsdiyi kimi bəddua etməkdə də tələsir. Yəni bizə nəyi göstərir yəni bu məsələ? Yəni insan çəkinməlidir bəddua etməkdən. Üçüncü fayda uşağa gözəl ad qoymaq. Bu da mühüm məsələlərdəndir. Yəni uşağa Allaha itaat etməklə əlaqəli adlar qoymaq. Yəni övlada gözəl tərbiyə vermək, onu salih birisi kimi yetişdirməyə yardım edən səbəblərdən biridir gözəl adlar. Məsələn, Abdullah olsun, Abdurrahman, Muhammed, Salih və s. kimi ibadəti, itaati xatırladan adları misal çəkmək olar. Yəni, bir çox hallarda adlar insana təsir göstərə bilir. Necə ki, deyilir, hər bir kəsin öz adından payı vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm də buyurmuşdu, həqiqətən deyir, Allah Azze ve Celle en sevimli adlar Abdullah ve Abdurrahman'dır. Yəni övladına gözəl ad qoyduqdan sonra valideyn ona adının mənasını açıqlamalıdır. Yəni adının mənasına Allah Subhanahu taala sevimli olan cəhəti bildirməlidir. Məsələn, uşağın adı Abdullahdırsa, mənası nədir? Yəni sən Allaha qulsan, səni yaradan, səni var edən, sənə bu qədər nemətləri bəxş edən Allah Azze ve Celle'nin qulusan. Sənə də sənə verilən bu nemətlərə görə şükür etməlisən və s. Həmçinin əgər uşağın adı hər hansı salih bir şəxsin, məsələn, hansısa peyğəmbərin adı ilə bağlıdırsa, o peyğəmbər haqqında ona danışmaq, ona məlumat vermək. Yəni o peyğəmbərin həyatından danışmaq. Məsələn, uşağın adı Muhammeddirsə, ona Muhammed peyğəmbər sallallahu əleyhi və səlləm həyatını tez-tez danışmaq, xatırlatmaq, onun əxlaqını örnəklər gətirmək və ona adının layiq birisi olmağa həvəsləndirməlisən. Dördüncü fayda uşaqlar arasında ədalətli olmaq. Bu da mühüm məsələlərdəndir. Yəni övladların tərbiyəsində diqqət olunması gərəkən ən əzəmətli amillərdən də biri onlar arasında ədaləti qorumaqdır. Onlara qarşı səhnəkarlıq, laqeydlik, ən əsası zülmdən çəkinməlisən. Valideynlər və yaxud valideynlərdən biri övladlar arasında ədaləti qorumazsa, onlar arasında düşmənçilik olacaq. Həsədə yol açacaq, düşmənçiliyə yol açır bu şeylər. Nifrət yaradır. Yəni övladlar arasında ədalətli olmaq, onlar arasında sevginin və məhəbbətin yaranmasına, eləcə də onların öz valideynlərinə qarşı gözəl rəftar nümayiş etdirmələri səbəb olacaq ən böyük amillərdəndir. Numan ibn Bəşir radiyallahu anh rəvayət edir ki, bir gün
Atası ona torpaq sahəsi pay verir. Anası isə Peyğəmbər sallallahu aleyhi ve selləmi buna şahid olmasını istəyir. O Peyğəmbər sallallahu aleyhi ve selləmin yanına gəlir və ondan soruşur ki, daha sonra yanına gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellem onu soruşur. Övladların hamısına bu qədər pay verdinmi? O xeyr deyə cavab verir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Allahdan qorxun və övladlar arasında ədalətli olun. Başqa rəvayətdə gəlir ki, mən ədalətsizliyə şahid etmirəm. Başqa rəvayətdə gəlir ki, mən onların hamısını sənə eyni qayğı göstərməsi səni sevindirməzmi? Atam əlbəttə sevindirər, dedi və Peyğəmbər sallallahu əleyhi və səlləm elə isə belə etmə. Yəni övladlar arasında ədalətli olmalısan. Xüsusən atalar bəzən görürsən oğlan övladlarını daha çox istəyirlər, qız övladın xeyr, övladlar arasında ədalətli olmalısan. Hər ikisini sevməlisən, eyni bərabər. Hər ikisini qorumalısan, hər ikisini öyrətməlisən. Bu hədisdə hər birimiz övladlarımıza qarşı ədalətsizlikdən, zülmdən çəkindirir. Yəni ədalətsizlik övladların öz valideynlərinin üzünə ağ olmalarına və onların öz aralarındakı bağlarının qopmasına və bir-birindən uzaqlaşmasına səbəb ola bilər. Beşinci isə mülayim və mərhəmətli olmaq. Tərbiyədə önəmli məqamlardan biri də budur. Yəni valideyn öz övladlarına qarşı mülayim olmalıdır. Mərhəmətli olmalı, lütfkar olmalıdır. Onlara yaxşılıqlar etməyi əsirgəməməlidir. Bununla yanaşı valideyn nə etməlidir? Bunun əksinə kobudluqdur, sərtlikdir, şiddətdir, amansızlıqdan uzaq olmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, əgər bir şeyin mülayimlik olarsa, onu mütləq bəzəyər. Bir şeyin mülayimlik yoxsa, onu mütləq korlayar. Həmçinin valideyn öz övladlarına qarşı bu cür rəftarı da ta körpəlikdən başlamalı və bu cürdə davam etməlidir. Bu onların valideynlərinə yaxınlaşmaları və onları sevmələri əsas səbəblərdən biridir. Bu yaxınlıq da, bu sevgi valideynlərin onları xeyri yönətmələrini, onlara nəsihət etmələrini, eləcə də onların bu çağırışda cavab verib qəbul etmələrini asanlaşdırır. Bu arada Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Əbu Hureyra radiyallahu anh rivayet edib, Peyğəmbər sallallahu əleyhi və səlləm Həsən ibn Əlini öpdü. Bu vaxt Əqra ibn Həbis onun yanında oturmuşdu. Və Əqra deyir ki, mənim 10 övladım var, onlardan heç birini öpməmişəm. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, rəhm etməyən kimsəyə rəhm edilməz. Və başqa bir hədisdə Ayşə radiyallahu anhə rivayet edir ki, bir bədəvi ərəb Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlib dedi, siz uşaqlarınızı öpürsünüz, biz onları öpmürük. Və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, buna mən nə edə bilərəm? Yəni, rəftar mühümdür. Yəni, mülayim olmaq, mərhəmətli olmaq, yəni, övladlarla dost olmaq lazımdır, uşaqlarla. Daima nəsihət etmək, 6-cı fayda nəsihət etmək və doğruya yönləndirmək. Yəni, valideyn daim olaraq övladlarına nəsihət etməlidir. Onları bütün məsələlərə doğru yönləndirməlidir. İlk öncə ona doğru əqidəni, İslam dininin fərzlərini və rükunlarını, yəni üstün əxlaqları və digər şəri məsələləri öyrətməli, eləcə də bütün böyük günahlardan və şəriətin digər qadağalarından çəkindirməlidir. Artıq bundan sonra digər məsələlər, müəyyən əxlaq qaydaları olsun, ədəb ərkan, insana rəftar və s. geyim, təmizlik, ona tövsiyələr, məsləhətlər verməlidir. Valideyn heç bir zaman övladına onun axirəti və dünyası barəsində tövsiyələr etməkdən usanmamalıdır, yəni bezməməlidir. Daim nəsihət etməlidir, başa salmalıdır. Lakin bir daha burada qeyd etmək istəyirəm ki, valideyn övladına verdiyi tövsiyələrin başında övladın dini barəsində və Rəbbinə layiqli qul olmağa çalışmaq yönündə məsləhətdə yer almalıdır. İlk öncə onun axirətidir. Yəni, başa salmışsan ki, Allah bizi nə üçün yaradıb, niyə yaradıb, səbəb nədir və onu əxlaqla düzgün əqidəni öyrədirsən, tövhid nədir, Rəsulumuz kimdir, Muhammed sallallahu əleyhi və səlləm bizi nə üçün göndərilib, kitabımız nədir və bu formada və uşağı düzgün tərbiyələndirirsən. Və necə ki, Loğman əleyhissalam da necə ki, öz övladına tövsiyə etdiyi ilk öncə tövhiddən başlayır. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi ki, ey oğlum, Allaha şərik qoşma. Həqiqətən Allaha şərik qoşmaq böyük zülmdür. Görürsünüzmü? İlk öncə tövhiddən başlamaq. Yəni, şirk nədir, tövhid nədir, bu şeyləri öyrətmək. Və sonra da Loğman əleyhissalam övladına əxlaq məsələsində, yəni oğluma deyir ki, namaz qıl, yaxşı işlər görmək əmr et, pis işləri qadağan elə və bu formada nəsihətlər edir.
Və həmçinin 7-ci fayda salih yoldaş. Valideynlər öz övladlarının kimlərlə dostluq etməyinə diqqət etməlidir. Kimlə oturub durur. Önəmli məsələlərdən biridir bu da. Çünki həqiqətən dost insanı özünə tərəf çəkən, insana təsir göstərən bir kəsdir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, həqiqətən yaxşı dostla pis dostun misalı ətirçi ilə körükçünün misalındadır. Düzdürmü? Yəni ətir satana gəlincə ya o sənə ətir satar, bağışlaya, ya da o ətirdən alarsan, və yaxud da o ətir, o gözəl qoxu gələr ondan. Yox, əgər körükçü ilə oturub dursan, körük vurana gəldikdə nədir? Sənin paltarını yandırar. Düzdürmü? Ya da ki, ondan pis iyi gəldiyini duyarsan. Yəni, yaxşı ilə pisin misalına baxın. Subhanallah, mühüm məsələdir. İnsan dostluq etdiyi şəxsə fikir verməlidir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kişi öz dostunun dinindədir. Elə isə sizdən kiminlə dostluq etdiyinə baxsın. Məhz bu səbəbdən valideynlər öz övladlarına məktəbdə və sair yerlərdə kimlərlə dostluq etdiyinə, kimlərlə oturub durduğuna diqqətlə yanaşmalıdırlar. Yəni, günümüzdə keçmiş zamanda mövcud olmayan bir dost mövcuddur. İcad olunub. Bu dostun təsiri heç də ənənəvi dostların təsiri zəif deyildir. Bu da nədir? Sosial şəbəkələrdir. İnternet saytları, mesajlaşma vasitələri və s. Hər bir şey buna daxildir. Yəni, sosial şəbəkələr. Bütün bunlar xüsusən gənclərin evdə ya bayırda, uzandıqda və yaxud durduqda, az qala hər hallarında əllərinə düşməyən cihazlardır. Bu valideynlərin onları daha diqqətli şəkildə nəzarət altında saxlamalarına gərəklidir. Çünki bu cihazlarda insanın ağlına, dininə, əxlaqına, ədəbinə təsir göstərən əzəmətli təhlükələr gizlənmişdir. Neçə gənc oğlanlar və qızlar vardır ki, sosial şəbəkə torlarından birinə düşmüş, yolunu azmışlar. Yəni, kiçik harama düşərək, daha sonrasında böyük haram işləmişlər. Allah qorusun. 8-ci isə övlada gözəl örnək ol. Övladına gözəl örnək ol. Valideyn öz övladlarına gözəl örnək olmalıdır. Onlara bir şey əmr etdikdə, həmin şeyi özləri birinci etməyə tələsməlidirlər. Eləcə də onlara hər hansı bir pis şeydən çəkindirdikdə, özləri həmin şeydən uzaq duran kəslərdən olmalıdırlar. Valideyn dili bir şey deyib, əməli isə başqa şey nümayiş etdirməməlidir. Çünki sözdə və əməldə olan bu ziddiyyət, övladların onlara edilən nəsihətləri tərk etmələrinə, onları qəbul etməmələrinə və onlara qarşı səhnənkarlıqla yanaşmalarını gətirib çıxarır. Yəni, misal çəkək, sübh namazına yatıb qalmamı, özün sübh namazına yatıb qalırsa, gecə namazı özü qılmırsa, səhər axşam zikirləri özü etmirsə, yəni onun nəsihətinin faydası olmur. Necə ki, Allah Azə və Cəllə nə deyir? Bəqərə surəsində buyurur, deyir ki, siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüz bunu unudursunuz, məgər anlamırsınız. Həmçinin Şüeyb Peyğəmbər öz qövmünə deyir ki, sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Başqa ayədə Allah Subhanahu buyurur ki, ey iman gətirənlər, nə üçün etməyəcəyiniz şeylər barədə danışırsınız? Etməyəcəyiniz şeyləri danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. Və bu xüsusda bilmək lazımdır ki, insanın əməli ilə birisinə örnek olması, əməli ilə birinə örnek olması, sözü ilə birinə örnek olmasından daha təsirlidir. Bu qeyd etdiyimiz amillər insana övlad tərbiyəsində yardımcı olacaq səbəblərdəndir. Yəni, müsəlman bilməlidir ki, övladların tərbiyəsində bu amilləri riayət etməyin bəhrəsini ilk öncə bu dünyada, sonrası öldükdən sonra elə ən birinci özü olacaq da adam, bunun xeyrini görən. Bu dünyada bu tərbiyənin bəhrəsi həmin insan salih, ona yaxşılıqlar edən və onun üzünə ağ olmayan bir övlad olmasıdır. Çünki valideynin övlad tərbiyəsini əsas tutduğu İslam dini uşağı bu şeylərə dəvət edir. Və ölümdən sonra isə həmin övlad üçün dua edəcək. Yəni, övlad salih olarsa, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, insan öldükdən sonra bütün əməlləri kəsilir, yalnız 3 əməldən başqa. Yəni, davamlı sədəqə və yaxud faydalı elm və yaxud da salih övladı onun üçün dua etməsi. Yəni, ona görə diqqət etməliyik ki, özümüz salih olaq ki, övladlarımız da salih olsun. Hətta biz dünyamızı dəyişəndən sonra biz salih olduğumuz üçün Allah Subhanahu taala onları qorusun. Necə ki, Kəhf surəsində gəlir və kâne əbuhuma salihən. O iki uşağın atası salih idi. Yəni, salih olsaq əgər Allah Subhanahu taala dünyamızı dəyişəndən sonra övladlarımızı pis və pisliklərdən qoruyacaq. Və ona görə övlad tərbiyəsi çox mühüm bir mövzudur.
Və valideynlər bu məsələyə son dərəcə diqqət göstərməlidirlər. Çünki övladların fəsada uğramalı ən əsas səbəblərinin biri də valideynlərin tərbiyədə göstərdikləri boşluqlardır. İbn Qeym Rəhimullah buyurur, kim övladına fayda verən şeyləri ona öyrətməkdə səhlənkarlıq göstərərsə, onu başlı başına buraxarsa, ona qarşı ən böyük pislik etmiş olar, övladına qarşı. Bir çox uşaqların tərbiyəsinin korlanması atalarından onların tərbiyədə buraxdıqları səhlənkarlıqlar övladların dini fərzlərini və sünnələri öyrətməmələrini irəli gəlmişdir. Bu barədə çox önəmli məsələyə diqqət yetirmək lazımdır. Valideyn öz övladını tərbiyə etməklə və göstərilən nəsihətlərə əməl etməklə yanaşı öz işini Allah Subhanahu həvalə etməlidir. Ona təvəkkül etməlidir, ona etimad göstərməlidir. Yəni çoxlu dua etməlidir. Qəlbini bu səbəblərə bağlamalı deyil. Onları sadəcə səbəb olduğunu bilməlidir. Əksinə öz övladlarının islah olması üçün Rəbbini təvəkkül etməlidir və Allahdan onları öz salih qullarının qoruduğu kimi qorumasını istəməlidir. Və Şeyx İbn Hüseyn rəhməhullah buyurur, deyir ki, mən düşünmürəm ki, kimsə övladları barəsində Allahdan qorxsun və onları tərbiyə etməkdə şəriətin qoyduğu yola tabe olsun və nəticədə Allah onun övladlarını hidayət etməsin. Və sonunda Allah Subhanahu istəyir ki, hər birimizin övladlarımızı tərbiyə etməkdə, istiqamətləndirməkdə, onları islah etməkdə, aşkarda və gizlində olan bütün fitnələrdən qorumaqda, onları azmadan və azdırmadan hidayət yolunun önündə gələnlərdən olmasını bizə yardım etsin. Və sallallahu aleyhi və səlləm nəbiyyə Muhammed və aləhi və səhbihi əcməin.